Salam, sabahınız xeyir olsun. Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Mən Sehran, sizlərin hər birinizi salamlayıram. Bugün ayın 17 may 2025-ci il tarixdir. Həftənin 6-cı gündür və bu deməkdir ki, Göyçay maşın bazarının fəaliyyətdə olduğu gündür. Saat da ki 06:43, yəni 7-yə qalıb 17 dəqiqə bizim səfərimiz Göyçay maşın bazarına. Bəli, hər həftə olduğu kimi bu həftə də yollanırıq Göyçay maşın bazarına. Orada olan bir neçə avtomobillərin qiyməti haqqında maraqlanacağıq. Bir məsələnizi diqqətinizə çatdırım. Bir neçə səhv eləmirəmsə video bundan öncə mən qeyd eləmişdim ki, bizim 11.500 izləyicisi olan TikTok səhifəmiz ban olmuşdu və artıq o səhifə bərpa olunub, fəaliyyətdədir. Artıq paylaşımlarımız da davam edir o səhifədə. Siz də burada aşağıda qeyd eləyəcəm o səhifəni. O səhifəyə takib ataraq həm orada olan maşınlara tək-tək baxa bilərsiniz, həm də maşınların qiyməti haqqında öyrənə bilərsiniz. Bir də bir məsələni də diqqətinizə çatdırım. Onsuz baxıram, izləyirsiniz, bəyənirsiniz həm TikTok, həm YouTube üzərindən. Həm komment yazırsınız, bəyənirsiniz, izləyirsiniz. O barədə də video gələcək. Nəsə, çox uzatmayım. Yollanıram kəndin çıxışına və orada olan bir neçə kəndin çıxışına, əstağfurullah, yol maşını ilə gedəcəyik Göyçaya. Oradan da bir yol maşını ilə təbii ki Göyçay maşın bazarına. Bazarın girişindən çəkişimizə davam eləyəcəyik. İzləmədə qalın. Salam, sabahınız xeyir olsun. Bir daha Avtobazar Göyçay YouTube kanalının və Avtobazar Göyçay TikTok səhifəsinin dəyərli, hörmətli izləyiciləri. Gəlmişəm Göyçay maşın bazarının girişindəyəm. Hər həftə olduğu kimi bu həftə də bazarımızda maşınlarımız var. Həm xarici, həm vaz markalı avtomobillərimiz var bazarda. İnşallah ki bazara daxil olacağım və sizlər üçün o avtomobilləri haqqında çəkib göstərəcəm. Artıq bazara hələ də belə deyək, gəlməkdə eləyir, davam eləyir maşınlarımız. Ön tərəfdən çəkiş eləyim sizlər üçün, daha sonra davam eləyək çəkiliş. Bazarımızın girişindəki avtomobilləri görürsünüz. Həm maşın almağa gələnlər, həm maşın bazarı haqqında maraqlanmağa gələnlər. Asta-asta bazara yaxınlaşaq. Bu da Göyçay maşın bazarının girişi. Burada Göyçay maşın bazarının həftənin 6-cı günü xidmətinizdə olduğu haqqında bir məlumat, elan var. Gördüyünüz kimi aşağıda da telefon nömrələrimiz var. 050 051 627 46 83, həmçinin 055 628 11 36 nömrələrinə zəng vuraraq Göyçay maşın bazarı haqqında ətraflı və geniş məlumat ala bilərsiniz. Həmçinin istədiyiniz maşını burada gəlib sata bilərsiniz və istədiyiniz maşına da buradan sahib ola bilərsiniz. Asta-asta bazara daxil olaq. Görək bizləri bu həftə hansı maşınlar gözləyir. Gördüyünüz kimi 011, Opel, 06. Burada bir ideal 07'miz var. 06'mız var, maşallah nömrəsi də qəşəngdir. 07 arkada gördüyünüz kimi. Və burada bir dənə Volkswagen'imiz var gördüyünüz kimi. 99, 31, Çeşka, Kia Sportage, 06'lar, bəli, bir sözlə maşınlarımız var və hələ də gəlməyə davam edir. Və bir məsələni diqqətinizə çatdırım ki, bizim kampaniyamız davam edir. Bəli, maşın bazarımızda keçən həftə sizə bildirmişdim ki, maşın bazarında bir kampaniyamız var. 3 dostunla maşını satmağa gətirsən, bir maşın pulsuz bazara daxil olacaq.
Xatırladaq ki, bazara giriş ödənişlidir, 5 manatdır. Belə və bu kampaniyamız gələn ayın axırına qədər davam edəcək. Yəni iyun ayının axırına qədər bu kampaniyamız davam edəcək. Siz də gəlin bu kampaniyadan yararlana bilərsiniz və yararlanın. Ya Allah, bismillah eləyək. Çəkişimizə başlayaq. Allah hər bir kəsin işini avand eləsin. Bizlər də onların içində. Ya Allah, bismillah. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Volkswagen Touareg həvəskarları. Sizlər üçün Göyçay maşın bazarında qara rəngdə Volkswagen Touareg markalı avtomobilin çəkişini edəcəm. Xatırladaq ki, bu maşın çox təcili satılır və bazar qiymətindən çox ucuz qiymətə satılır. Maşın haqqında ümumi məlumatı özüm səsləndirəcəm sizlərə. Həmçinin yəni müəyyən yerlərini də çəkib göstərəcəm. Deməli, maşınımız Volkswagen Touareg ili 2006-cı ildir. Yəni 2006-cı il istehsalı maşındır. 3.5 motordur, benzindir. Start qiymət olaraq maşın sahibi maşını 11.700 manata bazara gətirib. Amma təbii ki, bu qiymətdə son deyil. Maşının yanında maşın sahibi ilə qiymətdə, təbii ki, maşına baxdıqdan sonra qiymətdə endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd edeyim sizlərə. 051 865 67 48. Maşın sahibinin adı Əli babamızdır. Maşına Göyçayda baxmaq mümkündür. Xatırladaq, bu maşının yəni vuruğu, udarı olmayan bir avtomobildir, maşındır. İndi barter haqqında da yəni fikirlərinizi qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Çəkək, göstərək. Maşınımızın kosmetik işə ehtiyacı yoxdur. Salon dəri salondur, gördüyünüz kimi. Baxırıq. Və gördüyünüz kimi oturacaqların tənzimlənməsi mövcuddur. Və burada maşınımızın yük yeri açıq vəziyyətdədir. Baxırıq. Görürsünüz. Yəni ehtiyat təkər heç altına vurulmayıb. Belə deyək, disk təkər. Çürükdən, pasdan söz gedə bilməz. Genişdir. Xatırladaq yük yeri. Və gələk sürücü tərəfdən salona. Görürsünüz, qapı açılan kimi burada bir siqnalizasiya işə düşür. 320.332 km orijinal yürüyüş. Avtomat sürətlər qutusudur. Sürətlər qutusunda gecikməsi falan yoxdur. Motor yağ yemir. Böyük LED monitor. Şitində çatdağı, partdağı falan yoxdur. Yəni maşın ideal vəziyyətdədir həqiqətən. Və bir dənə Əli babamızdan xahiş eləyəm, mühərrik yerin, Əli baba bir dənə mühərrik yerin qaldır zəhmət olmasa. Salonda da yəni oturacaqlarda elə bir ciddi problem yoxdur. Yəni buradan qaldırmışam mühərrik yerini, səhv eləmirəmsə. Qabağı açıqdır. Açıqdır, bir dənə onu qaldıraq, baxaq. Yox, xoddama, ehtiyac yoxdur xoddamağa. Buradan bir dənə. Aha. Deməli, Volkswagen motoru 3.5 motor, benzin V6 motor. Motorda yağ yeməyi falan yoxdur. Yəni maşın ideal vəziyyətdədir. 90 nömrə üstündə qalacaq, üstündə veriləcək. Çəkdim, göstərdim sizlərə maşının müəyyən yerlərini. Yəni disk təkərindən belə hamısı yaxşı vəziyyətdədir. Təkərə baxa bilərsiniz. Yəni salondakı yenə də qeyd edeyim ki, 4 şən 4'ü də avtomatik qalxıb enir və zavod burada pərdəsindən belə mövcuddur, gördüyünüz kimi. Yan pərdələri də mövcuddur. Belə maşının məlumatlarını qeyd elədim. Bir daha sizlər üçün bu maşının məlumatlarını qeyd eləyirəm. Maşınımız Volkswagen Touareg. İli 2006'dır. 3.5 benzin motordur. Start qiymət 11.700 manata bazara daxil olub. Təbii ki, maşının yanında maşına baxdıqdan sonra qiymətdə endirim olunacaq. Telefon nömrəsi, maşın sahibinin telefon nömrəsi 051 865 67 48. Maşın sahibinin adı Əli babamızdır. Maşına Göyçayda baxmaq mümkündür. Barter təklifiniz haqqında maşın sahibinin qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Sizə də bu maşın maraqlı gələrsə
qeyd elədiyim əlaqə nömrəsindən zəng vuraraq bu maşına həm yaxından baxa bilərsiniz, həm də belə deyək də qiymət haqqında, məlumat belə deyək də, qiymət haqqında, maşının ümumi vəziyyəti haqqında məlumat ala bilər. Hörmətli YouTube izləyiciləri, 06 həvəskarları və həmçinin TikTok səhifəmin izləyiciləri. Sizlər üçün Göyçay maşın bazarında Vaz 2106 markalı avtomobilin çəkişini edəcəm. Təbii ki, maşın sahibi yanımızdadır. Salam aleyküm qardaş, bazar olsun. Sağ ol qardaş. Məlumat alaq zəhmət olmasa. Qardaş il 2000'dir, eksport variantdır. Motor Niva'dır. Aha. Korobka 5'dir. Aha, Diferdə Urban Niva'nın diferini yığdırmışam üstünə. 200'e başın qoyur. aha. Daha heç nə çürük, çarı, heç nə yoxdur. Bir dənə problemi yoxdur. Motor yağ yemir. Yox, yox, yağ Korobka atmır. Yatmır, yox. Difer ulanmır. Yox. Sizdə olanda udarı, vuruğur, rəhlənən yeri. Heç nəyə yox. Nətər almışam elə elədim. Maşın Ha. bəslənib. Maşına Neçə müddətdir sizdədir? 6 ildir məndə. 6 ildir sizdədir. Belə deyək, qiyməti nədir? 6 yarıma. yarıma deyirəm, 6500 şirinlik manata eləmək olar. deyirsiniz, şirinlik, yəni aşağı yuxarı qiymətdə Hə, razılaşmaq aşağı olar. yuxarı Telefon nömrünüzü alaq. 050 Aha. 463 18 42. 050 463 18 42. Adınız? Arifdir adım. Arif qardaş. Maşına Göyçayda baxmaq Hə, mümkündür. Göyçayda. Göyçay Alpot kəndində olur. Ümumi Göyçay ərazisində Hə, baxmaq Göyçay olar. arasında baxmaq olur. Barter hansısa maşınla? Yoxsa nağd pula ehtiyac var? Barter 5 pulu bir Ford olsa üstünə pul vermək şərti ilə 5 istəyirəm. plus 1 Fordla bu maşının üstündə pul vermək Hə, şərti ilə. İçində aparaturası da var Ah, ya, dolu bildim, maşın. bildim. Hər bir şeyin çəkib göstərəcəm. Deməli, Arif qardaş məlumatları verdi. Mən də bir daha sizlər üçün xatırladım. İli 2000-ci ildir, eksport variantdır. Maşının cüzi, yəni istəsən bu vəziyyətdə idarə elə, amma cüzi kosmetik şey ehtiyacı var. Bunu gizlətmirik. Amma motor, xadavoy, korobka hamısı ideal vəziyyətdədir. Aparatura demiş, ay maşallah. 2 4 kolonka, orijinal Pioneer, bir dənə Pioneer, basovka. Salon, oturacaqlar, qapı üzlükləri, hər biri maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Baxırıq. Burada da həmçinin. Çəkək, göstərək. Burada da maşallah cavanlar bu anteniyə yaman qaçır. Üç yerində vəziyyət görək. Baxın, belə vəziyyətləri çürükdən, pasdan söz gedə bilməz. Belə. Gəldik sürücü tərəfdən salona. Gördüyünüz kimi burada da qapı üzlükləri oturacaq. Həmçinin şit də maşın sahibinin istəyinə uyğun olaraq yığılıb. Korobka 4'dür, 5. Aha, 5 korobkadır. Bir dənə bunu qaldıraq zəhmət olmasa. Bir dənə qaldıraq oradan. Aha. Dediniz mühərrik Niva mühərrikidir. Üstünlü Niva. Gördüyünüz kimi akkumulatoru yaxşı vəziyyətdə, mühərrik də ki yaxşı vəziyyətdədir. Yəni yağ yeməyi falan yoxdur. Çəkdim, göstərdim. Həm maşın sahibi Arif qardaş, həm mən məlumatları qeyd elədik. Sizə də bu 06 maraqlı gələrsə, Arif qardaşın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqqdır. Hörmətli YouTube izləyiciləri, Vaz 2106 həvəskarları. Deməli, yaşıl 06-nı çəkdim. İndi isə safar rəngində olan Vaz 2106 markalı avtomobilin çəkişini edəcəm. Təbii ki, maşın sahibindən məlumat alaq. Salam aleyküm ağsaqqal, bazar olsun. Sağ olun. Məlumat alaq zəhmət olmasa. 1.88'dir. Aha. Motor Moskvarokda əladır. Motoru 011'dir. 11 motor. Aha, korobka 4. Korobka 4 Moskva əla. Aha. Heç bir problem yoxdur. Maşın bugünkündə ideal vəziyyətdədir. İdeal vəziyyətdə. Kosmetik şey ehtiyacı yox, çürük, çalıb, pas yox. Aha. Normal maşındır. Qiyməti Qiyməti də 3.6'ya deyirəm. 3600 manata deyirsiz, razılaşma olacaq? Bəli, cüzi endirim olacaq. Olacaq. Telefon nömrünüzü eşidək. 055 748 2359. 055 748 2359. Adınız? İsmail. İsmail dayımız. Maşına Göyçayda baxmaq mümkündür. Ucar. Ucar ərazisində baxmaq mümkündür.
dövlət qeydiyyat nişanı üstündə qalır. Hədiyyədir o. Hədiyyədir, bəli. Özünüz bilirsiniz ki, Petrol nömrənin, hədiyyə verir. bəli, nömrənin qəşəng qiyməti var. Barter maraqlıdır hansısa maşından, yoxsa nağd satış? Yox, nə satış. Bunlara ehtiyac var. Maşın sahibindən məlumat aldıq. İndi isə özümüz məlumat verək. Maşınımızın ili 88-dir. Motor 011, korobka 4. Motor yağ yemir, korobka atmır, difirdə səsi yoxdur, təkərləri yaxşı vəziyyətdədir. Kosmetik işə ehtiyacı yoxdur. Salon normal. 4 kolonka arxada. İstəsiz yəni çəkə də bilərdim onu. Baxırıq, oturacaqlar yaxşı vəziyyətdə. Yük yeri bu vəziyyətdədir. Maşın sahibi üzləyir. Daha dərinliyə gedib onu çəkə bilmirəm. Sürücü tərəfdən salon yaxşı vəziyyətdə. Mühərrik yerinə gedək, nəzər yetirək, görək. Mühərrik yerimiz yerində vəziyyət nədir? Mühərrik yeri 011 motor, yağ yeməyi yox, akkumulyator normal vəziyyətdə. Start qiymət 3600 manat olaraq Göyçay maşın bazarına daxil olub. Təbii ki, qiymətdə maşına baxdıqdan sonra endirim olunacaq. Maşına da ucar ərazisinə baxmaq mümkündür. Ucar əhalsinə buradan salam olsun. Sizə də bu maşın maraqlı gələrsə, maşın sahibinin, ağsaqqalımızın qeyd elədiyi əlaqə nömrəsinə zəng vurub maraqlana bilərsiniz. Bunun 06 haqqında xatırladaq, nömrə üstündə hədiyyə olunur. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmiz izləyiciləri, özünə ucuz maşın alıb sürmək istəyən izləyicilərimiz, sizlər üçün Göyçay maşın bazarında kasıb malı bir 06 çəkib göstərəcəm. Deməli, maşın sahibi yanımızdadır, məlumat vermək istəmir, amma çalışacağım ki, özüm deyim bu məlumatı. Bunun ili 1986-cı ildir bu maşınımızın ili. Motoru 011 motordur, korobka 4'dür. Gördüyünüz kimi indi belə kosmetik işə ehtiyacı var. Bir dənə də problemi korobka 3-dən yəni atır. Başqa bir problemi difirdir, səs eləmir. Disk təkər normal, yəni motorxanadakı səliqəli, yəni nətər səliqəli, yağ yeməyi falan yoxdur. Start qiymət 2300 manatdır. Təbii ki, real alıcıya maşının yanında endirim olunacaq. Telefon nömrəsi 650 aha 698 38 40 050 698 38 40. Düz dedim. Hə, Adınız? Rəvan. Rəvan qardaş, maşına harda baxmaq olar? Ağdaş, Göyçay. Ağdaş Göyçay arasında əsasən özünüz harda qalırsınız? Özümüz Ağdaşda. Ağdaşda qalırsınız. Amma Ağdaş əhalisinə buradan salam olsun. Ağdaş Göyçay Ucar ərazisində maşına baxmaq mümkündür. Barterə gedərsən hansısa maşın, nağd pula ehtiyacım var. Çəkək göstərək. Maşınımızın kosmetik və qarşıda göstərəcəm sizə dəmirçi işi var. Start qiyməti yenə də qeyd edirəm 2300 manat olaraq bazara daxil olub. Real alıcıya təbii ki, maşının yanında endirim olunacaq. Salon normal. Baxırıq. Baxırıq. Bunun arkasına bax. Bir dənə. Deməli, Sürüyor, çarıqlar, nə? stakan yerləri belə. Yük yeri ümumi belə. Motor nədir? 011. Və salonda belə. Bu da mühərrik yeri. 011 motor. Yağ yeməyi falan yox. Belə çəkdik, göstərdik. Sizlərə də bu maşın maraqlı gələrsə, bax burada bir dənə də, bax bunu deyirəm sizə, dəmirçi malyar işi var. Deməli, məlumatlar qeyd olundu, çəkildi, göstərildi müəyyən yerləri. Maraqlı gələrsə bu 06 sizə maşın sahibinin qeyd etdiyi əlaqə nömrəsini zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Hörmətli YouTube izləyiciləri, artıq neçənci 06-dır çəkib göstərirəm sizlərə. Növbəti Vaz 2106 markalı avtomobilin çəkişini edəcəm, amma maşın sahibindən məlumat alaq. Salam aleyküm qardaş. Bazar olsun, məlumat alaq zəhmət olmasa.
maşın 2001. Aha, 2000. Motor karafka. Şey, 16 karafkasıdır, 5 karafkadır. Motoru da 06-dır. Bəli, bəli. Yağ yeməyi yoxdur ki. Yox, yox. Hə, davam eləyək qardaş, zəhmət olmasa. 16 karafka 5. Aha. Difrində elə səs yoxdur, yəni normal olan şeydir Aha. 16'larda. Periodok sistemi falan. Hamısı yaxşı, əla vəziyyətdədir. Aha. Dəyişən detalı yoxdur. Aha. Sonradan sonra klassik olub kosmetik. Aha, kosmetik işin gördürmüsən. Bəli, gördüm. Səndə olub da yəqin ki, Yox, kosmetik. hardasa bir 2 ayda mən aldım. 2 ayda. Aha. Onlar Yəni belə, lazımda oldu. yəni əvvəlki yasında kosmetik Bəli, işi bəli, olub. bəli. Səndə heç bir, yəni vuruq, udardan, Yox, dəyişilləndən, rəhlənəndən, yəni Yox, söhbət gedə yox, bilməz. yox. Qiyməti nədir? 5800. 5800 sondur, yoxsa Endirim olacaq. endirim maşına. olunacaq. Telefon nömrə eşidir. 050 Aha. 642 23 10. 050 642 23 10 adın Pərviz. Pərviz. Pərviz maşına harda baxmaq olar Göyçayda. qardaş? Göyçayda. Barterə gedərsən hansına? Nağd satışda pula ehtiyac var. Pərviz qardaşdan məlumat aldıq. İndi isə biz çəkə-çəkə mən bu məlumatları təkrarən sizə deyim. Deməli, maşınımızın ili 2001-dir. Vazdır. 06 motor, 5 karobka, motor yağ yemir, karobka atmır, difir ulamır, səs eləmir. Kosmetik işi yoxdur. Salon səliqəli, oturacaqda, arxa oturacaqlarda cızıqdan, sökükdən söz gedə bilməz. Gördüyünüz kimi start qiymət 5800 manat olaraq Göyçayın maşın bazarına daxil olub. Təbii ki, Pərviz qardaş da qeyd elədi ki, qiymətdə endirim olunacaq. Maşın bir dənə, yəni üzdən üzə rənglənib. Dəyişən, vuruq, udardan söhbət gedə bilməz. Salonda səliqəlidir gördüyünüz kimi və mühərrik yeri. Maşallah, üstü kimi tərtəmiz, 06 motor, yağ yemir, akkumulatoru da ki yeni. Belə çəkdik, göstərdik, Pərviz qardaşdan da məlumatları aldıq. Sizə də bu maşın maraqlı gələrsə, Pərviz qardaşın qeyd elədiyi əlaqə nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. 016. Hörmətli YouTube izləyiciləri, sizlər üçün Göyçay maşın bazarında Kia Sportage markalı avtomobilin çəkişini edəcəm, məlumatları da özüm verəcəm. Deməli, maşınımızın ili 2016-cı il istehsaldır. 2 dizel motordur. Motor, karobka, ümumi maşının görünüşü əla vəziyyətdədir. Start qiymət olaraq maşın bazarına 31500 manata daxil olub. Təbii ki, real alıcılara maşının yanında endirim olunacaq. Maşın sahibinin nömrəsini qeyd eləyirəm. 050 716 20 39. Maşın sahibinin adı Qara babamızdır, Qara əmmimizdir. Maşına Göyçayda baxmaq mümkündür. Barter təklifləriniz haqqında qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub, yəni maraqlana bilərsiniz. İndi isə çəkək göstərək. Bu maşınımız bağlıdır. Aha, salona diqqət yetiririk. Dəri salondur gördüyünüz kimi. Arxa şüşələr podyomnikdir. Təbii ki, açarsız giriş mövcuddur. Baxırıq. Çox salon səliqəli, super vəziyyətdə. Və yük yerinə nəzər yetirək, görək yük yerində vəziyyət nədir? Yük yeri belə vəziyyətdə. Burada yüklərimiz falan var. Nəsə çəkə bilmirəm. Və sürücü tərəfdən salona nəzər yetirək. Deməli 94264 kilometr orijinal yürüyüş, avtomat sürətlər qutusudur. Böyük monitoru falan, yəni multiruldur. Hər bir funksiyası da işlək vəziyyətdədir. Və burada da gördüyünüz kimi 4 şüşənin avtomatik qalxıb enməyi, yan güzgülərin tənzimlənməyi, qapıların kilidlənməyi, funksiyaları, oturacaqların tənzimlənməsi, isidilməsi, soyudulması, hər bir funksiya işlək vəziyyətdədir. İndi bir dəqiqə bunu qaldırım. Mən aha qalxdı.
mühərrik yerində çəkək, göstərək, görək. Mühərrik yerində vəziyyət nədir? Deməli, 2 dizel, gördüyünüz kimi motor, akkumulyator yeni, motor ideal vəziyyətdədir. Maşın ümumi ideal vəziyyətdədir. Sizə də bu Kia maraqlı gələrsə, qeyd elədiyim əlaqə nömrəsi ilə zəng vurub, həm bu maşına yaxından baxa bilərsiniz, həm də maşın haqqında ətraflı məlumat ala bilərsiniz. Hörmətli YouTube izləyiciləri, 99 həvəskarları sizlər üçün Göyçay maşın bazarında qara rəngli Vaz 21099 markalı avtomobilin çəkişini edəcəm, amma əmimizdən, maşın sahibindən məlumat alaq. Salam aleyküm əmi, bazar olsun. Məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 2003. 2003-cü il istehsaldır. Motor, korobka, ümumi yəni Heç nə problem yox. problemi yoxdur. Sizdə olarkən vuruqdan, udardan Xeyr. getməyib söhbət. Qiymət Toranı 4500 lira. sonu 4500 manat. Yəni ondan aşağı qiymət təklif etməyin də. Telefon nömrənizi eşidək. 050 Aha. 395 70 33. 050 395 70 33. Əmmimizin adı Rıza. Rıza babamızdır, Rıza əmmimizdir. Maşına Göyçayda baxmaq olar Rıza. Qarayın Qaradağ kəndi. Aha, bildim. Barter hansısa maşına yoxsa nağd pula ehtiyacı var deyə. Pula ehtiyac var. İndi çəkək göstərək. Deməli, məlumatları biz də qeyd eləyək. Rıza babamızdan məlumat aldıq. Biz də yenidən, yəni adət edənəyə sadiq qalaraq təkrar eləyək. Maşınımız 99, ili 2003-dür. İnjektordur. Motor, korobka ideal vəziyyətdədir. Ekranda iş getməyib. Ekranı təmizdir. Salon səliqəlidir. Gördüyünüz kimi. Yəni mən həmişə qapının birində ilişməliyəm. Bu adəti haldır məndə. Baxırıq. Ön şüşələr podyomnikdir, xatırladaq. Və burada baxın, belə vəziyyətdədir. Ehtiyat təkər yerində, yük yerini belə çəkdim, göstərdim. Yaxar yaxından baxmaq istəsəniz, təbii ki, indi sonda qeyd eləyəcəm nə etmək lazımdır. Hər iki ön şüşə podyomnikdir, avtomatik qalxıb enir. Deməli, görək nə göstərdəcək burada. 346.757 kilometr orijinal yürüşdür. Magnetola var, kolonka var. Ekran Euroşitdir, gördüyünüz kimi. Və bir dənə Rıza babamızdan xahiş eləyəm, mühərrik yerini qaldırsın, biz də mühərrik yerini çəkək, göstərək. Eybi yoxdur, bulaşıq olmağından eybi yoxdur. Mən onu hər dəfəsində qeyd eləmişəm ki, yəni mühərrik yerinin belə çirkli olmağı problem deyil. İnjektor motordur, ekran təmizdir, iş getməyib. Baxırıq. Yəni mühərrik yerində belə çirkli olmağı bir çox maşın sahibləri, həmçinin Rıza babamız da mühərrikdə hər hansı bir problem yaranmasın deyə mühərrik yerini yuduzdurmayıb. Son qiymət 4500 manat olaraq Göyçay maşın bazarındadır. Sizə də bu 99 maraqlı gələrsə, Rıza babamız telefon nömrəsi qeyd elədi. O nömrə ilə zəng vurub həm bu maşına yaxından baxa bilərsiniz, həm də ətraflı məlumat ala bilərsiniz. YouTube izləyiciləri, qara 99-u çəkdim. İndi sizlərə safar rəngində olan Vaz 21099 markalı avtomobilin çəkişini eləyəcəm, amma qardaşımızdan məlumat alaq. Salam aleyküm qardaş. Bir dənə məlumat alaq zəhmət olmasa. İl neçənci ildir? 93. 93. Kosmetik işi var. Görünür. Motor, xadaboy, korobka Hamısı yaxşı. yaxşı vəziyyətdə. Ekranda iş gedib? Yox. Yox, getməyib. Qiyməti nədir? 4-2 deyirəm. 4200 manata deyirsən. Yəqin ki, endirim eləyəsən. Olacaq. Telefon nömrənizi eşidək. 070 Aha. 812 3072. 070 812 3072 adındakı Məhəmməd. Məhəmməd. Maşına Göyçayda baxmaq olar Məhəmməd? Ağdaşdan. Ağdaşdan baxmaq olar. Göyçay arasında da baxmaq mümkündür belə deyək. Barterə gedərsən hansısa maşına, yoxsa pula ehtiyac var? Yox. Pula ehtiyac var. Məhəmməd qardaşdan məlumat aldıq. Biz də adət ənənəyə sadiq olaraq davam edirik.
və məlumatları bir daha qeyd edirik. İli 1993-cü il istehsaldır. Motor, korobka, xadavoy sistemi əla vəziyyətdə. Ekranda maşın sahibinin qeyd elədiyinə görə iş getməyib. Kosmetik işə ehtiyacı olan yerləri var. Salon normal vəziyyətdədir. Təkər diskisi hamısı yenidir, çəkib göstərəcəm. Baxırıq, təkəri bəli, diskisi gördüyünüz kimi yenidir, yaxşı vəziyyətdədir. Yəni və budur, yük yeri də belə vəziyyətdədir, ehtiyat təkərdir, yerindədir. Belə və gəldik sürücü tərəfdən salona. Sürücü tərəfdən salon da belə vəziyyətdədir. Bir dənə sürücü tərəfdən salonda oturacaqlarda yüngül bir sökük var. Belə deyək, Evroşit deyil, adi şitidir. Magintola falan, kolonka hamısı yerində. Və Məhəmməd bir dənə mühərrik yerini qaldıraq, zəhmət olmasa. Mən də oranı da çəkim göstərim izləyicilərimizə. Mühərrik yerinə nəzər yetirək. Baxırıq mühərrik yerinə. Mühərrik yeri təmizdir. Ekranı çəkim göstərim sizlərə. Ekran belə, akkumulyator da yeni, bağlaya bilərsən Məhəmməd. Belə çəkdim, göstərdim. Məhəmməd qardaş da məlumatları verdi. Sizə də bu 99 maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz. Bu 99 haqqı. Dəyərli, hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, 07 həvəskarlar, özünə Zavod 07 alıb sürməyə istəyən izləyicilərimiz. Sizə bir dənə 07 çəkib göstərirəm. Üzdən baxarkən 2005, 2006, 2007-nin 07-sinə bənzəsə də bu maşının ilini, maşın haqqında ümumi məlumatı, qardaşdan bir dənə gəl bura bir dənə üzün görsənmədən məlumat alaq. Salam əleykum, bazar olsun, Allah qorusun. Məlumat alaq zəhmət olmasa. 89'un maşını. Bəli, mili 1000 Zavod detaldı. Aha. Hiçbir detaldı. Hazır maşında yani her istesen otursun. Bez problem maşın. Motor, xadavoy sistemi, korobka. Her şey. Korobka 4'tü, motor 03'tü. 03 motordur, karbürator motordur belə deyək. Salon yasəli. Bir firində səsi falan yoxdur. Qiyməti nədir? Arxa qabaq kamera, monitor, 4 qəşək kolonkası. Aha, ay maşallah. Taranı Ay. 4000. Sonu 4000 manatdır. Bəli. Telefon nömrü alaq. 55 575 74 75. 055, ay maşallah, 575 74 75. Bəli, Adın? Rəşad. Rəşad. Harda baxmaq olar Rəşad? Göyçayda. Göyçay arasında baxmaq mümkündür. Barterə gedirsən yoxsa nağd pul? Yox, satış. Nağd pula ehtiyac var. Bəli. Bayaq qeyd elədim girişdə ki 2005-2006-nın 07-sindən fərqlənməməyinə baxmayaraq maşınımızın ili 1989-cu il istehsalıdır. Zavoddur. Yəni dəyişən detaldan söhbət gedə bilməz, amma rənglənən yerləri belə ümumi kraskalanıb maşınımız. Amma zavoddur, yəni dəyişilməyib detalı falan. Sideniklər də əla vəziyyətdədir. Maşın sahibi maşını yan pərdələrlə və arxa pərdə ilə də təchiz edib. Deməli 1 2 3 4 kolonka orijinal Pioneer. Ay maşallah, qapının örtülməyini gördünüz. Gözəl magnitolamız var. Baxırıq. Görürsüz. Oturacaqlarda cızıqdan, sökükdən söhbət gedə bilməz. Maşının ümumi kosmetik işə ehtiyacı yoxdur. Arxa görüntü kamerasından belə mövcuddur. 10 nömrə üstündə qalır. Və bu da sürücü tərəfdən maşının salonu. İndi mühərrik yerində çəkim göstərim sizlərə. 03 motor. Motor yağ yemir. Akkumulatoru yeni. Belə çəkdik, göstərdik. Xatırladaq, ön kamerasından belə mövcuddur. Və maşın sahibi qardaşımız da məlumat nəyi? Puls sistemi. Bəli, maşınımız puls. Bir dənə elə gəlmişdən buranı da qaldıraq zəhmətimizə. Yük yerini qaldıraq. Göstərək. Baxın, maşınımız puls sistemidir. Burada maşallah yükümüz var.
Amma çalışacağam ki belə bir dənə yüngül buranı qaldırım, göstərim. Baxın, belə vəziyyətdədir maşının yük yeri. İndi arxada yüngül yükümüz olduğuna görə tam çəkib göstərə bilmirik. Bir dənə belə altdan da bir çəkiş eləyək, görsün izləyicilərimiz. Belə çəkdik, göstərdik. Maşın sahibi də məlumatları qeyd elədi. Özünə yenə də deyirəm, zavod 07 alıb sürmək istəyən izləyicilərimiz. Əgər bu 07 sizə maraqlı gəldisə, maşın sahibinin qeyd elədiyi 055 575 74 75 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz həm bu 07 haqqında, həm də gəlib daha yaxından baxa bilər. YouTube izləyiciləri, 06 həvəskarları sizlər üçün Göyçay maşın bazarında növbəti albalı rəngində Vaz 2106 markalı avtomobilin çəkişini edim, məlumatları da özüm verəcəm. Maşınımızın ili 2005-dir. Motor 06, karopka 5, difir səs eləmir, motor yağ yemir, karopka atmır. Qiymət 4900 manat. Sondur, yoxsa razılaşaq Kənan əmi? 4900 sondur, yoxsa endirim Ay, sol, endirim olunacaq. 4900 manat deyilib, endirim olunacaq. Salon. Səliqəli 4 orijinal kolonka. Kosmetik işə ehtiyacı yox. Maraqlananlar maşın haqqında 050 420 3909 nömrəsinə zəng vura bilərlər. Təbii ki, həm maşına haqqında maraqlananlar, həm də maşına yaxından baxmaq istəyənlər. Stəkan yerlərini görürsünüz. Maşının ümumi yük yeri belə vəziyyətdə. Və gəldik sürücü tərəfdən salona. Ay maşallah. Ön şüşələr. Bəli, ön şüşələr. Pardon yoxsa, yəni buradan qalxıb verir. İndi söndü. Pul sistemidir maşınımız. Momo rul, Momo skors başlığı, Momo ayaqaltılar. Sony Magintola. Kamera biraz üzr istəyirəm, cicliyir, ona görə tam göstərə bilmirəm. İndi düşək maşından. Gedək mühərrik yerinə nəzər yetirək. Mühərrik yeri 06 motor, yağ yemək yox, akkumulatoru yeni. Belə çəkdim, göstərdim, məlumatları da qeyd elədim. Telefon nömrəsini də qeyd elədim. Sizə də bu maşın maraqlı gələrsə, qeyd elədim 050 420 3909 nömrəsi ilə zəng vurub maraqlana bilərsiniz. Bu 06 haqqında 10 nömrə üstündə qalacaq, xatırladıram. Hörmətli YouTube izləyiciləri, TikTok səhifəmin izləyiciləri, Opel həvəskarları, sizlər üçün Göyçay maşın bazarında Opel Astra markalı avtomobilin çəkişini edəcəm. Bir də arxadadır, o da inşallah yanında dayanacaq, onu da çəkişini edəcəm. Amma bu maşının haqqında məlumatı alaq. Əmimizdən salam verək, Ağsaqqal. Məlumat alaq, rəhmət olmasa. İl neçənci ildir? 2006 motor. 1.3 dizel. 1.3 dizel mexanika. Mexanika bəli. Motor, korobka, xadova sistemi. Hamısı əla vəziyyətdə. Qiyməti. Qiyməti 9. Sonu. Sonu hörmət eləyərəm. Sonu hörmət eləyərsən. 9000-ə deyirsən. Sonu hörmət eləyərsən. Telefon nömrə işdir. 055 Aha. 800 0533. 055 800 0533 adın. Bəli. Harda baxmaq olar? Harda istəsələr. Azərbaycan işlərindən Bəli, bölgəsində baxmaq. bəli. Barterə gedərsən yoxsa nağd satış? Yox. Nağd satışda pula ehtiyac var. Qalib qardaşdan, Qalib əmimizdən məlumat aldıq. İli 2006 1.3 dizel. Motor, korobka, xadova sistemi əla vəziyyətdədir. 9000 start qiymətlə Göyçay maşın bazarındadır. Real alıcıya endirim olunacaq təbii ki. Bəli. Belə. Telefon nömrəsi də qeyd olunub. Satışdır, yəni barter yoxdur. Nağd pula ehtiyacı var. Ona görə də yəni çəkək göstərək, biraz özüm də tələsirəm. Biraz tez-tez çəkib göstərəcəm. Ona görə də və bir dənə mühərrik şeyini qaldıraq oradan, elə işləyə. Mühərrik şeyini qaldır oradan.
Deməli, mühərrik yerdə Ekatek 1.3 dizel. Gördüyünüz vəziyyətdə, yəni saat kimi işləyir, sakit işləyir. Belə çəkdim, göstərdim, maşın sahibi də məlumatları verdi. Sizə də bu Opel maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu Opel. Opel'i çəkdik, göstərdik. Növbə gəldi ağ Opel'ə. Gəl yaxınlaş bəri. Görək. Məlumat alaq. Salam eləkim ilk öncə. Məlumat alaq zəhmət olmasa. İli neçənci ildir? 2005. Motor 1.4 benzin. Opel Astra H. Ağ rəngdədir, bəli. Mexanikadır. Motor, xadavoy, korobka. Yoxdur. Qiymət 10.200 sondur yoxsa razılaşma olacaq. Telefon nömrə eşitdik. 051 623 35 10 adın? Ramazan, maşına harda baxma. İsmaillə hasına salam olsun. Ramazan, barterə gedərsən hansı maşın yoxsa nağd satışdır? Nağd satışdır. Ramazan qardaşdan məlumat aldıq. Deməli ili 2005 1.4 benzin. İdeal vəziyyətdə, kosmetik şey ehtiyacı yoxdur. Mexanikadır, korobka, motor, xadavoy sistemi əla vəziyyətdədir. Salon səliqəlidir. Baxırıq. Deməli, qaldıraq. Baxın, belə vəziyyətdədir. Arxa yük yeri, belə deyə ümumi yük yerini göstərdim. Arxa yük yeri deyirəm hər dəfəsində. Və bir dənə mühərrik yerinə baxaq. Biz də mühərrik yerini qaldırsın qardaş. Ön tərəfdən salonu çəkək, göstərək. Baxırıq, belə vəziyyətdədir. Mühərrik yerdəki 1.4 benzin, Ekatek motor. Belə çəkdim, göstərdim. Sizə də bu Opel maraqlı gələrsə, maşın sahibinin qeyd elədiyi əlaqə nömrəsindən zəng vurub maraqlana bilərsiniz bu maşınla. Hörmətli YouTube izləyiciləri, sizlər üçün növbəti 99 markalı avtomobilin çəkişini edəcəm. Xatırladaq ki, bu maşın satılmır, ancaq barter olunur. Yalnız və yalnız barter olunur. Maşın sahibi yanımızdadır. Salam əleykum əmi. Bazar olsun. Salam. İl neçənci ildir? 2001 injektor, motor, korobka, Əla. xadavoy sistemi, Hər şey əla. ekranı. Hər şey əla. Əla. Dedin yalnız barter. Ancaq barter 2005-2006-ya kimi 015-dən. Vaz 21 115 markalı el arasında 015 deyirlər. İli 2005-2006-cı ilə qədər olan maşınlar və bir şeydə qeyd eləsə üstündə bəli pul vermək şərti ilə. Barter mümkündür. Telefon nömrənizi işte 050 394 86 82 Ağdaş. 050 394 86 82 adınız Vüqar dayımız da Ağdaş əhalisinə salam olsun. Yalnız və yalnız bəli məlumat aldıq. Bir daha qeyd eləyək. İli 2001 injektor, motor, korobka, xadavoy sistemi əla vəziyyətdə, ekran əla. Yalnız və yalnız ili 2005-ci 2006-cı ilə qədər olan Vaz 21 115 markalı, yəni 015 markalı avtomobillə barter mümkündür. Maşın sahibi tərəfindən pul verilə bilər. Həmçinin öz dəyəri qiymətindədir. Bir qiymət dəyərləşib, yəni mümkündür. Ancaq barter. Yəni satış məqsədli deyil. Kimə maraqlı gələrsə, Vüqar dayımız nömrə qeyd edib. O nömrə ilə zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında. Həmçinin də gəlib yaxından baxa bilərsiniz. Barterə də gedə bilərsiniz. Belə. Vüqar dayı bir dənə qaldıraq onu, zəhmət olmasa. Bax, salon oturacaqlar üzlənib, səliqəli. Və mühərrik yerdəki injektor motordur, gördüyünüz kimi. Yaxşı vəziyyətdədir. Belə, çəkdim, göstərdim. Vüqar dayı da həm məlumatları qeyd elədi, həm mən təkrarladım, həm də telefon nömrəsini qeyd elədi. Sizə də bu 99 barter üçün maraqlı gələrsə, yalnız 015 markalı avtomobillə barter mümkündür. Vüqar dayımızın qeyd elədiyi əlaqə nömrəsini zəng vurub maraqlana bilərsiniz bu maşın haqqında.